Choose the correct interrogative sentence. Düzgün sual cümlesini seçin. A variantında who did solve this problem? Bu problemi kim həll etdi? Mübtədanın sualdır çünkü kim həll etdi dediyimizdə who mübtəda funksiyasını icra edir və mübtədanın sualında birbaşa xəbərdən istifadə olunmalıdır. Köməkçi feilə ehtiyac yoxdur deyə A variantı səhvdir. B variantında why didn't you came to the party last night? Əgər did not köməkçi feilini yazmışıqsa artıq came məslərə geri qayıtmalıdır. Yəni come olmalıydı deyə B variantı səhvdir. C-də all the students have to sign the individual works as soon as possible. Have not say. Tək question'da və birinci tərəfdə have to modal feilindən istifadə olunduğu üçün vergüldən sonra köməkçi feil don't say olmalıydı. Have yazıla bilməz. Və D variantında when have your parents breakfast every day? Biz burada breakfast ismini görürük və have ilə ismin birləşməsi bizə have'in əsas feil olduğunu deyir. O zaman biz do your parents have breakfast qeyd etməliydik. Ona görə D variantı səhvdir. Y variantında how often does your husband do the grocery shopping? Düzgün cavabdır. How often'dan sonra köməkçi feil, mübtəda və əsas feilimiz qeyd olunmuşdur və mübtəda xəbər uzlaşması da yerindədir. Söz sırası və uzlaşma baxımından Y variantı bizim doğru cavabımızdır.